Hamıya salam, bugün Bootcamp playlistimizin ikinci videosundan sizin karşınızdayım. Bu videomuzda neleri öğreneceğiz? İnden ondayım. Bu videomuzda fon hesabı nedir? Real hesabı nedir? Aradaki farklar nedir? Bir fon hesabı aldıkta neye dikkat edilmek lazımdır? Fon hesabı alan zaman yani onun baha olmağı veya ucuz olmağı onun keyfiyyətindən asılıdırmı veya asılı değilmi? Həmçinin fon hesabını necə keçmək olar? Fon hesabı və real hesab. Birinci real hesabdan danışacağım. Hərəsindən az deyəcəm. Çünki arada ikisini də bildikdən sonra fərqi özünüz tutarsınız. Real hesab nədir? Mənim əlimdə məsəl üçün 1000 dollar pul var. Və mən o 1000 dollarla başlayıram işlem atmağa. Forex-də və yaxud kriptoda fərqi yoxdur. Bəzi fon firmalar var ki, həm kriptoya, həm də Forex-də işləyə bilir. Amma bəzi fon firmalar da var ki, sadəcə Forex-də işləyir. Bu da firmaya görə dəyişir bu. Məsəl üçün 1000 dollarla 100 dollar xeyir qazandım. Mənim balansımda olur 1100 dollar. Mən bu 1100 dollardan 100 dolları istədiyim vaxt çıxarda bilərəm və yaxud 500-600 dollar. Çünki bütün pul sənindir burada. Həmçinin 1000 dolların hamısını itirdikdə də sən bankrot olursan. Yəni müflis olursan. Bütün pulun gedir. Fon hesabı isə onun həcminə görə dəyişir. 5K var, 10K var, 50K var, 100K var, belə gedir. K dedim, yəni 5000 dollarlıq fon hesabı, 10.000 dollarlıq fon hesabı. Amma burada çox qısa bir nüans var. Bunu bizim dəhşət dırnaq arası savadlı traderlərimizin 99%-i bilmir və yaxud bilsə də demirlər sizə. İstəyirlər boş və mənasız yerdə fon olasınız hamınız. Ümumiyyətlə fon hesablarında hamısının hər firmanın öz qaydası var. Məsəl üçün deyir ki, sən 5000 dolların 9%-ni itirdikdən sonra sənin hesabın partlayır. Yəni sənin fon hesabın partlayır. Geri özə təzə fon almalısan. Çünki bu fonun artıq partladı. Yəni 5000 dolların 5000 dollar sənin deyil. Onlar 9% icazə veriblər düşmək limiti. Yəni 5000 dolların 9%-i əslində sənindir. 5000 dolların hamısı sənin deyil. Yəqin ki, başa düşdünüz nə demək istəyirəm. Məsəl üçün 10.000 dollarlıq fon hesabında siz deyə bilərsiniz ki, məntiqlə 10.000 dollarlıq fon aldım. Məsəl üçün 70 dollara, 80 dollara, nə bomba şeydir. Mən 10.000 dollarlıq fon alıram 80 dollara, amma 80 dollar verib 10.000-lik işlem atıram. Amma əslində elə deyil o. Siz fon aldıqda ona ortalama olaraq 8%, 9%, 10% bu yenə dediyim kimi şirkətdən şirkətə dəyişir. Qaydası var. Məsəl üçün 9% deyək də biz. Biz burada yazaq. 10K-lıq fon aldığınız zaman ona 9% düşmə limiti olur. Mən 9%-i şərti deyirəm. Yəni bu çox fon firmasında mı 9% ortalama. Yəni ki 10.000-dən sən 900 dollar itirən kimi itirəndə belə yazaq da onu. İtirəndə sənin fon firman fon hesabın partlayır. Bunu qoyaq sol tərəfə, fonu da qoyaq sol tərəfə. Anladınız? Yəni sizin hal-hazırda 10K-lıq fon alsanız 9% düşmə limiti varsa siz 900 dollar istifadə edə bilərsiniz. Fon hesablarının da ki təkcə düşmə limiti olmur. Bəzi fon hesablarında olur ki sən məsəl üçün 5 günlük bazar günündə 5 gündə işlem atmalısan. Elə fon hesabları var, bunu qoyurlar. Fon firmalarının belə xüsusiyyəti də var ki, məsəl üçün 9% düşmə limitidirsə, yəni sənin hesabın 10K-dan 9% azalanda, 900 dollar itirəndə, sənin fon hesabın partlayır. Amma burada bir nüans da var. Fon hesablarında həmçinin günlük limitdə olur. Yəni sən bir gündə o qədər zərər eləsən, fon hesabın partlayır. Bu da nədir? Ortalama olaraq düşmə limitinin 50%-i, yenə deyirəm, bu firmadan firmaya dəyişir. Siz firma alanda hesabın ayarlarına baxmalısınız. Almazdan əvvəl. Onu da sizə göstərəcəm birazdan. Düşmə limiti 9%-dirsə, günlük düşmə limiti 4.5% olur. Bunu da belə yazaq. Günlük düşmə limiti 4.5% olursa, yəni 900 dolların yarısını
bir gündə itirəndə, bir bazar günündə itirəndə yəni sizin hesabınız partlayır həm də. Yəni 900 dollar itirməyib bir gündə 450 dollar itirsəz hesabınız partlayır. Bu tərəfə real qalsın sağda. Məsəl üçün 100 minlik fon aldınız 350 dollara. 350 dollara 100 minlik fon aldım. İndi gedib 100 mindən işləmələr eləyəcəm 100 min dollarla. Elə deyildi. Yenə dediyim kimi qayda belədir. O fon firmasının düşmə limitindən asılıdır. Sizin orada istifadə eləyəcəyiniz pul. Həmçinin günlük limitdən asılıdır. Və bəzi fon hesablarının da bəzi xüsusiyyətləri var, yenə dediyim kimi. Məsəl üçün elələri var ki, bazarda vacib xəbərlərdən 5 dəqiqə əvvəl, 5 dəqiqə sonra və yaxud 2 dəqiqə əvvəl, 2 dəqiqə sonra işləmə girmək olmaz. Əgər siz o zamanlarda işləmə girsəz, hesabınız partlayacaq. Yaxud FED faiz qərarını açıqlayır 19.30-da məsəl üçün. Siz 19.25-də və 19.35-də işləmə girə bilməzsiniz. O zaman aralığında işləmə girə bilməzsiniz. Girdiyiniz anda hesabınız partlayacaq. Bunu da hesab almamışdan əvvəl hər fon hesabının ayarları var. Ora girdikdən sonra qabağınıza mündəricət çıxacaq. Bütün o fon hesabı haqqında bütün hər şey yazılan yerdir ora. Orada gedib hamısını oxuya bilərsiniz. Əgər bilməsəz, o hissəni kopyalayırsınız, atırsınız ChatGPT-yə və yaxud Gemini-yə. Onlar sizə ən sadə dildə onu başa salacaqlar. Və yaxud onu da bacarmırsınızsa, o hissəni kəsin, kopyalayın, atın qrupa. Mən sizə deyərəm onu, başa salaram. Problem yoxdur burada. Növbəti həftəyə və yaxud növbəti günə işləm saxlama. Cümə günüdür, axşam bazar bağlanacaq və sənin də hal-hazırda qızılda işləmin var. Bazar da açılacaq 2-3 gündən sonra 1-ci gün. Bazar ertəsi. Fon firmalarından bəziləri sizdən dəhşətli dərəcədə komissiya alacaqlar. Yəni sizdən nağd almayacaqlar bunu, ya və yaxud kartınızdan çıxmayacaqlar. Sadəcə olaraq sizdən o həmin işləmdə qazandığınız kardan xeyir götürəcəklər. Və yaxud heç işləm stop loss olsa belə, stop loss'un üstündə öz zərərlərini qoyub, yəni öz faizlərini qoyub götürəcəklər. Belə də ola bilər. Və yaxud sabahsı günə işləm saxlama. Mən tutaq ki 3-cü gün işləm açdım. Yəni çərşənbə 3-cü gün. Bazar çərşənbə işləm açdım. Take profit nə çatmayıb, stop loss da olmayıb. Saxlayıram onu səhərsi günə, cümə axşamına. Amma onda da belə sizdən faiz tuta bilərlər. Çünki bu hər fon hesabına aid deyil, amma böyük bir qismində var. Növbəti temamız nədir? Fon hesabı aldıqda gedib ucuz və heç mənşəyi məlum olmayan fon hesabı almaq lazım deyil. Fon hesabları onsuz da dünyada tanınmış bəzi fon hesabları var. FTMO-dur, The5%'dur və yaxud Funding Pips'dir, Topstep'dir və yaxud başqaları. Yəni mən bundan heç birindən əlaqəm yoxdur və yaxud reklam almamışam. Onsuz da mənim nə baxışım odur bu dəqiqə, nə də takipçim odur. Yəni mən sırf sizi istədiyim üçün deyirəm bunların hamısını. Hamısında pulsuz paylaşıram sizə. Cəmaət bunların hamısını 600 dollar, 1000 dollar alıb kurslarda mənasız deyir. Heç mən başa saldığım sadə dildə də demirlər. Nəysə bu söhbəti uzatmayaq. Keçək dərsimizə. Onu demək istəyirəm ki, 25 dollar verib mənasız fon almaqdansa üstünə 5 dollar, 10 dollar pul qoy, get normal fon hesabı al. Sabah bir gün inşallah payout alanda sənin payoutun problemsiz şəkildə sənin balansına köçə bilsin. Həmçinin spirit problemi var. Fon hesablarının ən böyük problemlərindən biri də budur. Bu spirit probleminə tutulmamaq üçün də siz məcbursunuz ki, yaxşı fon hesabı alasınız, tanınmış fon hesabı alasınız. Fon hesabı almazdan əvvəl fon hesabını araşdırın, sizə uyğundur, uyğun deyil. Məsəl üçün mən fon hesabı almazdan qabaq o qədər çox düşünürdüm əvvəl öz istədiyimi tapana qədər. Real hesabda odur ki, bayaq dediyim kimi, bütün balans sizə aiddir, düşmə limiti yoxdur. Fon hesabına aid olanların 99%-i real hesabda yoxdur. Yəni real hesabda çox rahatsınız, çox özgünsüz. Amma xəbərdən əvvəl və yaxud sonra işləm açmaq problemi bəzi brokerlərdə ola bilər. Başqa da sizə deyə biləcəyim çox da əslində bir şey yoxdur. Çox da uzatmaq istəmirəm videonun mənasızca.
Fon hesabları çox əla girişimdir belə deyim. Çünki məsəl üçün sənin pulun yoxdur, amma özünə inanırsan, özünə güvənirsən, yaxşı trade qabiliyyətin var və balans idarəsini də bacarırsansa, fon hesabı ala bilərsən. Çünki fon hesabınla sən nə qədər qalxarsan ki, real hesabda da rahat trade edə bilərsən. Sözün açığı mənə qalanı desəz, mənim üçün fon hesabı real hesabdan daha yaxşıdır. Çünki elə hiss var ki içimdə, fon hesabını funda edə oldun, keçdin və əgər oradan payout aldınsa, vəsiyo. Yəni sənin üçün o havay kimi bir şeydir. Çünki həm trade edirsən, həm funda edə olmusan, həm payout eləmisən, fon hesabının pulunu həmin o fondan çıxartmısan. Bir də sizə o qısa məlumat da verim. Fon hesabında işlem açanda çalışın ilk növbədə. Əgər bu sizin ilk fonunuzdursa, hər işləmə balansınızın 0.5%-dən girin. 0.5%-dən girin. Əgər ilk fondursa, əgər bu işlem stop oldusa, ikinci işləmə balansınızın 0.25%-dən girin. Əgər bu da stop oldusa, balansınızın 0.12%-dən girin. Belə azalda gedin. Və ilk fonu keçirsinizsə, keçməyə az qalıbsa, artıq yəni normal, məsələn $10.000 fon hesabı almısınız və hesabı keçməyə bir işlem qalıbsa, onda balansınızın 1%-ni risk ata bilərsiniz. Əgər yox, siz artıq risk menecmenti öyrəndiniz. Yəni dediyim kimi, risk menecment əslində bizim insanların dillərindən düşmür o. Risk menecment, risk belə getdi, risk elə getdi. Əslində Allahın da olsun, ondan sadə mövzu yoxdur, yəni tradingdə. Stop loss'u qoyursan və balansının 1%-dən girsən işləmlərə, fon hesabından mən deyirəm. Həmçinin real hesabda bu dəyişmir, bu eynidir. Və stop oldun 50%-dən gir. O da stop oldu, onun da 50%-dən gir. Belə. Yəni hər dəfə stop olduqca 50% azaldanda, stopun getdikcə uzaqlaşır səndən və sənin o bayaq dediyim 9% düşmə limiti və yaxud gündəlik 4.5% düşmə limitindən də uzaqlaşırsan. Həmçinin əgər sən take profit oldunsa və işləmlərin də yaxşı gəlirsə, 1% balansının 1.5%-dən də işləmə girə bilərsən. Amma dediyim kimi, orada sən stop loss-a diqqət eləməlisən və balansa diqqət eləməlisən. Sizə fon hesabını elə yerində də saytda da göstərmək istəyirəm. Necə baxmaq olar bunların şərtlərinə. Deməli, burada sol tərəfdə görürsünüz ki, 1 addımlı, 2 addımlı və 3 addımlı var fon hesabları. Mən sizə tövsiyə edirəm ki, həmişə fon hesabı aldıqda bunu 2 addımlı alasınız. Belə keçmək daha rahat olur və daha güvənli olur. İşi, yəni qumara tökməzsiniz, mən elə düşünürəm. Və sol tərəfdə 5000-lik, 10.000-lik, 20.000-lik, 60.000-lik və 100.000-lik hesablar var. Mən məsələn sizə başa salacağım 10.000-lik hesabdan. Burada görürsünüz ki, bu yazıb ki, profit target 8%. Yəni sən əgər $10.000-da 8%, $800 qazananda phase 1, yəni addım 1-in baxdıq burada 2 addımlıdır. Addım 1 var, bir də addım 2 var. Siz 2 dəfə fon keçirsiniz elə bil. Birinci addımda 10.000'in 8%-ni yığanda $10.800 eləyəndə birinci addımı keçirsiniz. Daha sonra hesab sıfırlanır, sizə təzədən bir dənə hesab verilir. 10.000'lik hesab, yəni eyni hesab. Burada phase 2 5% artıq, daha azdır. Yəni burada da $500 keçdikdən sonra $10.500 yığanda artıq fon sizin olur. Daha sonra İstədiyiniz qədər işlem ata bilərsiniz fonda. Sol tərəfdə gördüyünüz kimi daily loss var 5%. Bayaq mən sizə demişdim 9%, 4.5%. Görürsünüz burada elə deyil. Burada başqa cürdür. Profit hədəfi 8%-dir, $800'dır. Gündəlik itirmə limitiniz isə $500'dır. Burada daha yaxşıdır belə baxanda. Çünki gündəlik $500 itirmə limiti 10.000'lik hesabda yaxşıdır. Aşağıda trading platform var. MetaTrader 5 var, digər var. Mən həmişə MetaTrader 5 istifadə eləmişəm. Mənim üçün daha rahatdır bu. Məncə siz də bu MetaTrader 5-dən istifadə eləsəz, həm də MetaTrader 5 telefonda daha sürətlidir. Mən elə düşünürəm. Çünki mən işləmlərimin böyük bir qismini kompüterdə, iPad-də analiz edirəm, amma telefonda açıram. Çünki Meta 5 daha rahatdır mənə. Dostlar, bugünün bu qədər. Bu videomuz belə idi. İnanıram ki, aranızdan çox yaxşı traderlər çıxacaq. Məni bütün sosial platformalarda paylaşmağı unutmayın.
öz Instagramınız, Telegramınız, TikTokunuz fərqi yoxdur. Məni hər yerdə paylaşın. Hər yerdə paylaşa bilərsiniz. Mənim videolarımı, linkimi, çünki məni nə qədər paylaşsaz videolarımı, etkiləşim nə qədər çox olsa, özüm də o qədər çox həvəslənəcəm və videolar çəkməyə davam edəcəm. Hamınıza uğurlar arzulayıram. Görüşərik. Hələlik.